Padişahlar. Salam Naxçıvan əhli, igid qəhrəman əhli. Çıxarmarım ki yaddan, xüsusi təyinatdan. Söhbət edim igiddən, Qurban adlı şəhiddən. Hadrutda, Xocavənddə, Olaçın dəhlizində məhv eləyib düşməni, 30'dan çox erməni. Öldürüb Qarabağda, yaralanıbdı ayaqdan. Yaralı olsa da igid, qalmayıbdı laqeyd. 10 gün yaralı halda döyüşmüş bu mahalda. Orada silahdaşların, döyüşdə yoldaşların. Döyüşdən çıxararkən şəhid verdi bu məskən. Bu kəngərli elində, Qabıl kəndində də tapşırılıb torpağa, dəfn olunub torpağa. Gəlib eşidənlər ora, 10 gün keçəndən sonra. Budur həyat gərdişi, atası Namix kişi. Fələyin ağır zülmünə, övladının ölümünə. Kim dözər bu fəryada, dözmədi yazıq ata. Ürək dayandı getdi, hamımızı məyus etdi. Aldı bayraq ordeni, qoy dolanurnan yeri. Şəhidimin öz sirdaşı, onun doğma qardaşı. Əli də vardı bu eldə, fövqələdədə işdə. Sürücü kimi xidmətin, belə qazanıb hörmətin. Onda vardı istedad, ustasıdır yorğa at. Ümumi çevrəsi üçün, şəhid xatirəsi üçün. Həsr eləyib yarışlar, xeyli edib çıxışlar. Olub bu anlayışda, elə həmin ki yarışda. Çox məsafə dolanmış, birinci yer qazanmış. Belə uca tutmuş başın, atasının əm qardaşın. Ruhlarına ərmağan, hədiyə etmiş o an. Bir ailənin olduzu, hələm var elay qızı. 3 yaşı var gül bala, saxlasın Allah tala.